Tamam dostlar, ümid edirəm ki, sizin hər şey qaydasındadır. Bugün YouTube kanalıma ikinci videonu çəkirəm. Qərar aldım ki, ikinci videonu öz işlədiyim yer haqqında qısa bir tanışlıq videosu çəkim. Və bildiyiniz kimi zooparkda çalışıram və burada olan bütün heyvanlarla istədim ki, sizi tanış edeyim. Əgər hazırsınızsa onda getdik. Dostlar, deməli bura zooparkın girişidir. Burada zooparkın adı qeyd olunur və həmçinin burada yazılıb ki, Balida yerləşən Atçılıq və Vəhşi Heyvanat bağçasına xoş gəlmişsiniz. Belə. Burada böyük belə bir maşınlar üçün park yeri var. Yuxarıda da ikinci park yerimiz var. Və bura girişidir. Girişdə gördüyünüz kimi qəşəng ağaclar əkilib. Qəşəng də mənzərəsi var. Arxadan gün düşür. Burada qəşəng belə bir gül var. Normalda insanların çoxu burada heç də fikir vermir. Aslında bura çox qəşəng bir yerdir. Burada gördüyünüz kimi güllər var. Ümumiyyətlə tək qalmaq istəyən gəlir burada qəşəng oturub istirahət edir. Belə. Burada ümumiyyətlə kioskümüzdür. Yəni Balada belə restorandır. Müxtəlif yeməklər, içəcəklər və dondurmalar var. Belə düşdü aşağı. Dostlar, burada isə müştərilər üçün yönləndirmə panelləridir. Bəzən yeni müştərilərimiz olur, təbii ki, tanımır və ona əlbəttə açıqca veririk. Amma yenə də hər ehtimal üçün belə bir şey həm də müdür dizayn edib, qəşəngdir və yuxarıda da küləyin istiqamətini bilmək üçün belə bir ənənəvi, qərbin ənənəvi istiqamət göstəricisi. Burada oturacaqlarımız var. Burada məhz yönləndirmə nişanında gördüyünüz kimi çıxışdır. Burada da qəşəng güllərimiz var. Burada siqaret çəkmək üçün balaca bir raux ekediyə, yəni siqaret çəkmək üçün olan yer. Girik buradan içəriyə. Dostlar, buradan içəriyə daxil olduqda isə ümumiyyətlə istirahət üçün olan yerlərdir. Bura köhnə kioskümüzdür. Artıq işləmir, amma belə bir dekorasiya da var. Burada isə daha çox insanlar uşaqların doğum gününü keçirirlər. Gördüyünüz kimi qəşəng səliqəli bir formada hər şeyi yığışdırıb qoyublar sabah səhər. İlk işimdən biri də buna yığışdırmaq olasıdır. Buradan giririk. Yuxarıda yazılır ki, bitti 61 plastik halkının zəhmət olmasa uşaq əyləncə mərkəzində siqaret çəkməyin. Çünki orada məhz siqaret çəkmək üçün yer var. Belə. Dostlar, burada deməli həmçinin daha çox uşaqlar üçün doğum günləri keçirilir. Arxada da gördüyünüz kimi bir doğum günü var idi. Məhz belə bir Happy Birthday deyə açıqca yapışdırılıb. İlk videomu orada çəkmişdim. İstəyirdim ki, daha çox pəncərə olan yer arxa fonda düşsün, amma alınmadı. Desə uzaqdan belə görsənir. Dostlar, bu gəmi isə yox, Nuhun gəmisi deyil, təbii ki. Karib dənizinin qulduranın gəmisidir. Son dayanacaq yeri bura olub. İndi isə uşaqlara xidmət eləyir. Ümumiyyətlə, balaca uşaqlar, balaca dəcəllər desək, yəni öz enerjilərini burada xərcləyirlər. Axşam da gedib qəşəng mışıl-mışıl yatırlar, valideynlər də başları biraz sakitləşir. Belə. Dostlar, bu gördüyünüz salma ağaçlardır. Bunlar ata toxumu deyim. Yəni, çox köhnə alma ağaçlarıdır. Həqiqətən dadı inanılmaz dərəcədə ləzzətlidir. Mən marketlərdən alma alıram. Bir də vaxt gəlib yetişdikdə bu almadan dəyirəm, yeyirəm, yəni dadı o deyil. Belə. Burada isə dostlar, belə ən çox dırmanmağı sevən uşaqlar üçün belə bir yerdir. Buradan dırmanırlar, oradan da belə düşürlər aşağı. Bu arada burada pləşən də var. Geçən səfər mən bura pləşən üçün yer də qazmışdım. Bir də pləşən artıq quraşdırıb. Belə. Parkı görürsünüz, dostlar. Burada isə özünü keçi kimi hiss edən uşaqlar üçündür. Burada raylı oturacaq yerdir.
Daha oturmurlar, daha çox burada ayaq üstə əylənirlər. Burada uşaqlar yəni buradan belə bu şeydən bu atraksiyon ümumiyyətlə adı necə deyir bilmirəm, yalancı olaram, amma belə karusel deyək, uşaqlar üçün belə bir balaca karuseldir. Belə burada da uşaqlar fırlanırlar. Belə bir müdürün əl işidir. Yuxarıda çəkmə var. Yəqin ki, o çəkməni bir çoxlarınız xatırlayır. Amerikan filmlərində olurdu. Pivəxana, hansı bir içki satılan yer və çıxışında da kimsə axtarılırdı və başına da mükafat qoyurdular. Gördüyünüz kimi. Buradan uşaqlar belə aşağı sürüşür. Əsas şeylərdən biri. Bu bizə bizim təyyarəmizdir. Balaca hava limanımız. Gəldik belə, bugün pişmişəm buranın dostlar. Qatarın belə də yerləşdiyi sahədir, amma futbol oynamaq olar. Qatar isə buradadır dostlar. Belə. Deməli olsa sabah 6-cı gündür, əgər 6-cı gündürsə, demək ki, sabah müştərilərimiz daha çox olasıdır. Normalda yəni həftə içi günlərə baxanda və qatara dayanmayasın inşallah. Amma bir şey var ki, hava istidir, ola bilər ki, insanlar daha çox belə havalarda gölə və yaxud da ki, dəniz qırağına, məsələn, hovuzlara daha çox üstünlük verirlər. Belə. Dostlar, burada isə deməli sürətli maşınlardır, Renaultos. Gördüyünüz kimi 3 yaşından başlayaraq uşaqlar icazə olar istifadə etməyə. 1 avrodur. 250 kiloqrama qədər olan uşaqlara icazə verilir. Həmçinin qeyd olunur ki, maşınları zəhmətimizi sürməyin. Yəni pulu salmadan boş yerə istifadə eləməyin və yəni hansı istiqamətdə sürülürsə, yəni istiqamət arası məsələn oxları görürsünüz. O istiqamətdə sürməyin, təhlükəlidir. Belə. Burada isə balaca bir saatımız var. Və qatar nə vaxt yola düşür? Həmin zamanda quraşdırırıq. İçəridə saat var. Gördüyünüz kimi. Burada isə belə bir hörümçəyimiz var. Məsələn, qatar da 1 avrodur. Giriş buradadır. Burada ödüyün zəhmət olmasa yuxarıda 20 avroya qədər isə yəni dəyişə bilərik. 20 avrodan daha çox olarsa isə restoranda dəyişin zəhmət olmasa. Yazılıb. Pulunuzu belə ağaçlarımız da buradadır. Getdik dostlar. Qatar isə gördüyünüz kimi baxın buradan reysləri görürsünüz, qatar reysini. Buradan dövr eləyir. İlk olaraqsa təbii ki, oradan başlayır. Dövr eləyir, körpünün altından keçir. Körpü də məhz buradadır. Körpünə qalxıram. Baxın dostlar, bura isə tuneldir, gördüyünüz kimi. Bura isə gölümüzdür. Məhz qatar bu gölün ətrafında dövr eləyir və qayıdır. Ümumiyyətlə, burada hər şeyin qiyməti çox münasibdir. Neçə illərdir ki, qiymət dəyişmir. Burada isə bizim keçi abidəmizdir. Təzəllik isə müdür bunu dikdi burada. Daha doğrusu quraşdırdı. Belə. Bura keçilərin məkanıdır. Dostlar. Yuxarıda keçini görürsünüz, istirahət eləyir. Deməli dostlar, gördüyünüz kimi yuxarıda yazılır. Xoş gəlmişsiniz. Heyvanların, daha çox yəni hansı heyvanları kimi əzizləmək olar, həmin o yer nəzərdə tutulur. Azərbaycancası ümumiyyətlə yadımda deyil. Həqiqətən bəzi sözlər var ki, alman dilində bilirəm, amma Azərbaycanda tərcüməsini bilmirəm. O da maraqlıdır. Çünki bu keçi də burada istirahət eləyir. Instagramda paylaşdığım videolarda bir də məşhur bir keçi var. Tək Instagramda deyil, ümumiyyətlə bizim zooparkın ən çox tanınan heyvanıdır.
Bəzi insanlar həqiqətən sırf o keçiyə görə gəlir bizim zooparkı ziyarət eləyir. Lakin orada bir dənə qəşəng ağappaq bir keçi. Orada isə bir alabala bir dənə keçimiz var, otlayır. Hətta bu hissəni müdür təzə təmir eləyib. Əvvəl tam başqa formada idi. Daha doğrusu müdürlə mən belə kömək elədim. Sonra burada maraqlı bir belə deyək, lövhə var. Burada yazılıb ki, burada daxil olarkən uşaqlarınızı tək buraxmayın. Təbii uşaqlar yıxıla bilər və yaxud hər hansı bir heyvan tərəfindən zərər verilə bilər. Əslində heyvanlarımız çox mehribandır. Amma hər ehtimala qarşı bilirsiniz, almanların belə bir xarakteri var. Nə olursa olsun, belə deyək, çox belə intizamlı, nizamlıdırlar. Belə olması gərəkən də budur təbii ki. Bu hissədə isə tovuz quşumuz və toyuqlarımız var. Buradakı işarələr. Zaydenhund var. Zaydenhund həqiqətən mənasını bilmirəm nədir. Bu xoroz nişanıdır. Yuxarıda yazılara çox da toxunmayasam. Bu isə tovuz quşudur. Deaplap fal. Dostlar, deməli, istədim qısa tovuz quşu haqqında verilən məlumatda qısa belə sizin üçün oxuyum. Bilməm nə qədər görünür, ya yox. Deməli, burada qeyd olunub ki, tovuz quşlar 4000 ildən bəri insanların maraq dairəsindədir. Əsas səbəbi isə rəngli tükləri sevgi və gözəllik üçün simvol sayılır. Ümumi məlumatda isə qeyd olunur ki, məhz əsas olaraq göy rəngli belə deyək, tovuz quşu Hindistandan gəlir. Yediyi qidalar isə böcəklər, beyğin, meyvə idi, unutdum bu hansı meyvədir. Beyği səbəbimiz armuddur. Və erkənin çəkisi 4-6 kiloqram, dişinin çəkisi 2,5-4 kiloqrama qədər və 30 ilə qədər yaşaya bilir belə. Burada da gördüyünüz kimi. Həqiqətən çox gözəl. Dostlar, burada isə toyuqlar üçün ayrılan yerdir. İndi içəridədirlər. Göstərə bilərəmizsə. Bu isə kenqurulardır. Gördüyünüz kimi biri çöldədir. Biz yaxınlaşdırım. Oradadır. 3 dənədir. 2 dənə idi müdür, birini təzə gətirdi. Belə. Belə toyuqlar içəridədir. Görsənmir deyəsin dostlar. Bunu görə bilmədim. Ha, buradadır. Buradadılar. Gördüyünüz kimi buradadılar. Şlap çinmə. Yataq otağı tam onun yanında sanki poz verirlər dostlar. Dostlar, bu isə emudu dəvə quşu. Emu haqqında isə yazılıb ki, Avustraliyada yaşayır. İkinci ən böyük quşdur dünyada və ən böyük uça bilməyən quşdur. 50 kilometrə qədər sürəti var və müxtəlif növ böcəklərlə, meyvələrlə qidalanır. Çəkisi 35-45 kiloqrama qədər gəlir hətta. Maraqlı. 30 ildən artıq yaşaya bilər. Bunları mən də bilmirdim. Dostlar, burada isə maket olaraq yumurtası sərgi olunur. Onların yatacağı yerdir dostlar. Daha doğrusu yatdığı yerlərdir. Və bu da bizim dəvə quşu. Əslində 2 dənə idilər, biri öldü. Tək qalıb yetim. Orada su qabı var. Qəşəng belə bir yeri var. Məncə işdən narazı deyil. Dostlar, burada isə dovşanlarımız. Bu çox yeməlidir, bu ağ, sarı, qulağı da fərqli. Orada qəhvəyə rəngli olan qaçdı. Belə, buradan gəldik aşağıya. Burada var idi, görsəmirlər. Dostlar, burada da var, gördüyünüz kimi.
qəribə şəkildə mənə baxır. Bilmirəm görürsünüz yox. Burada da. Mən görən kimi qaçdı. Belə. Burada belə bir maraqlı bir istirahət üçün yer var. Burada həmçinin qeyd olunur ki, orada gördüyünüz kimi gölməçə var. Orada bədən temperaturunu aşağı salmaq üçün istifadə edilir. Emo. Getdik. Dostlar, deməli burada belə bir balaca çayımız var. Burada qəşəng sərinləyirik. Tək mən yox, müştərilər də. Təbii ki, burada üzmürəm. Bataram burada, çox dərindir. Burada belə çıxacaqda qəşəng güllər var. Bu yol bizim belə deyək, Ştala gedir. Ştala Almanda həqiqətən Azərbaycan yadından çıxıb. Orada daha çox belə deyək, təmir üçün avadanlıqlar, cihazlar falan filan hamısı orada da, hətta inəklərin yemi, atların yemi falan hamısı otlar falan hamısı orada. Ya dostlar, burada inəklərimizdir. Fərqli sort inəklərimiz var. Amerikan növü də var. Belə, yəni yeri deyil. Gördüyünüz kimi burada Texas Longhorn. Texas'ın uzun buynuzlu inəklərdir. Burada işarə var, at yoludur dostlar. Burada at minib belə dövürmə olur. Qiyməti 7 avrodur və yarım saat nəzərdə tutulur. Həm uşaqlar, həm böyüklər. Həmçinin həm atlarımız var, həm də ponilərimiz var. Bura isə əvvəl yox idi dostlar. Müdür təzə buranı düzəltdi. Mən də kömək elədim və həqiqətən müdürümün 5 əlində 5 marifət var desəm yəqin ki, yalan olmaz. Həqiqətən çox belə də istedadlı insandır. Mən onun işlərini heyran qalıram. Çox bacarıqlı insan. Belə. Bu da körpüdür. Həm ikincisi burada tikilir dostlar. Və insanlar oradan keçib gördüyünüz kimi inəkləri izləyə biləcəklər. Burada isə onların yemləmə yeridir. Əvvəl yox idi dostlar. Göz dostlar, inəklərimiz hamısı oradadır. Maşallah, həqiqətən. Əvvəl 3 dənə idi, sonradan müdür aldı və belə çoxaldılar, özləri də belə. Burada isə zebralarımızdır, 2 dənədirlər. Əvvəl burada camışa oxşar inəyimiz var idi, qalovaya ring deyirlər, o getdi. Müdür satdı, mən yox idim, mən bir ara işdən çıxdım. Dostlar, həmin zaman müdür onları satdı və yaxud da arasa göndərdi belə. Onlar daha yoxdular, amma çox sakin, şirin heyvanlar. Bəli dostlar, gördüyünüz kimi burada maraqlı belə bir zebra haqqında məlumat lövhəsi var. Zebralarımız da arası gizləndirlər burada. Artıq gezdi deyə öz yerlərinə gedirlər. Belə getdik qoyunlara. Burada yaşa belə ayın mənzərəsi var. Gördüyünüz kimi. Gedək qoyunlara. Dostlar, burası qoyunların otlağıdır. Gün batıqdır, ola bilər ki, yaxşı görsənmir. Belə bir mənzərəli yer açılır həm qoyunların otlağı. Burada isə artıq görə bilərsiniz, gün batır. Və qoyunlar məhz burada qalır. Burada qəşəng belə bir güllər və həmçinin istirahət üçün belə bir oturacaq. Və burası həmçinin inəklərin ölüş yerini açılan qapıdır. Gördüyünüz kimi mən ən çox buranı bəyənirəm. Burada istirahət edirəm çox vaxt. Dostlar, təsəvvür edin belə bir mənzərə, orada isə belə bir ay görünüşü. Və gəldik qoyunlara. Qoyunların olduğu yerə satdıq. Gördüyünüz kimi qəşəng gül. Bunun nə olduğumuzu tam bilmirəm. Belə dostlar, Ştayl klapı, yəni buradan qoyunları sağlaya bilərsiniz. Burada gördüyünüz kimi balalar üçün yerlərdir. 1, 2, 3, 4 belə. Bu isə bizim arkadaş.
təzə qırxmış bunları. Həqiqətən qırxılan zaman heç də narahat eləmədilər. Çox sakit dururdular. Təbii ki, birinci səfər deyil. Hər il qırxırlar deyə rahat dururlar. Həm də istəyirlər ki, artıq bədənləri pişmir, hava istidir deyə. Onların özlərinə də xoş gəlir, sərinləyirlər. Belə. Keçdik dostlar, gedək. Mən həmçinin sizə atları göstərim. Bu yol həmçinin yenə atların üçün nəzərdə tutulan həmin yoldur. Və bu yolla atlara doğru gedirik. Dostlar, deməli bu qapı qonşunun qapısıdır. Və həmin yol yenə davam edir. Səhərlər ümumiyyətlə bu yolda gəzintiyə çıxıram. Özümə də çox qəşəng. Özümə də xoş gəlir, təmiz hava. Belə. Dostlar, zebranın baxışına baxın. Ləvi ki, müştəridir. Baxır belə müştərilər zebraları yemləyir. Tək zebran deyil, bütün heyvanları. Keçən səfər sizə məhz o dəcəl keçdən bəhs eləmişdim. O həmişə oradan tullanır, gəlir. Müştəriləri ilk o qarşılayır. Yəni birinci mən yemləyim. Və həmişə müştərilər gəlir deyir ki, o keçi oradan çıxıb da mən deyirəm ki, heç nə eləyə bilməyik. Yəni onu özü sonra geri qayıdır, narahat olmayıb. Belə. Çıxdılar, oradadılar. Belə dostlar, gəldik növbəti körpüyə çatdıq. Bu ümumiyyətlə bizim balıq hövzəsinin təmizləmək üçün lazım olan sistemdir. Bu balaca çay axır. Gördüyünüz kimi buradan çıxıb gedir. Bura belə deyildi, buranı mən təmizlədim, ağaçları kəsdim, budadım. Rahat şəkildə axsın deyə hətta buradan balıq da tapmışdım. Suya attım, balacaydı. Bizim göldən axıb gəlmişdi. Dostlar, bizim həmin o göl. Dostlar, buranın mənzərəsi belədir. Gördüyünüz kimi bura məhz balıqların, həmçinin ördəklərin, qazların olduğu yerdir. Qazlar buralarda olmalıydı, yoxdular. Yəqin içəridədirlər, ağaçların arasındadılar. Balıqlar isə su biraz belə deyək, çeşlidir. Bir ara çox üşüdü, yağış yağdı. Ondan sonra belə lillənib. Öyle normal görmək olur. Qalın bir şey burada bir dəqiqə görsəm elə. Nəsə, burada görünür. Nəsə göstərəsim dostlar. Baxın, orada biri gedir. Öz ayındadır. Belə. Burada da gördüyünüz ki, həmin sistemdir. Əsas burada olsa gördüyünüz kimi ördəklər üçün falan belə bir evlər düzəldilir. Balıqları da görürsünüz. Bu isə müdürün sənət əsəridir, dostlar. İlk gəldiyim günlərdə müdürə kömək edirdim onu düzəltməyə. Təbii ki, mən sadəcə o da altdakı dəmirləri, o taxtalara biraz quruluş, başqa heç nə, qalan bütün hər şey müdürün əli əsəridir. Çox gözəl düzəldi həqiqətən. Biz də deyirik ki, oxumuşuq, ali təhsil almışıq. Təbii ki, bizim ixtisasımız deyil, amma belə deyim, özümü xəcalət test edirəm, həqiqətən özümü qəribə hiss edirəm. Qadın əlinə hər şey gəlir, biz insana qəribə gəlir. Bəlkə də bir kişi olaraq, yəni kişi cinsinin, bəlkə də bir kişi cinsinin nümayəndəsi olaraq məni narahat edən odur. Bəlkə də qadının o işləri görməsidir, kişi görsə. Bu qədər təəccüblənmirəm. Dostlar, qazları görürsünüz. Belə, orada qalırlar. Elə orada da onlar üçün müəyyən, ördəklər üçün, qazlar üçün müəyyən yer qalmaq üçün yerləri var. Belə gəldik dostlar, lamaları görürsünüz. Təzə qırxılıblar, sərinləyirlər, yay stilinə keçiblər. Elə bir ki, yayın günündə başınıza qalın papaq qoymuşsunuz. Amma halbuki şortikdən kofta da belə gəlsiniz, amma başınızda papaq. Maraqlı. Orada da alpaka lamalardır. Gördüyünüz kimi. Belə altlara tərəf dostlar. Dostlar, məhz atların olduğu yerə gəldim, çatdım. Deməli, bu atların olduğu yerdə o atların ştalıdır. Burada gördüyünüz kimi. Burada gördüyünüz kimi var Tiberay, Ponirayt yazılıb. Və insanlar buradan belə gedirlər, kart, davr ödəyirlər. Balaca belə bir kağızdır, onu verib istəsələr at və yaxud istəsələr poni götürə bilirlər buradan və
Buradan gəlirlər. Bu yoldan sağ tərəfdən gedib sol tərəfdən də qayıdırlar gördüyünüz kimi. Orada gördüyünüz kimi atların hər birinin bir də boğazlığı var. Yəni xaltası var. Azərbaycanca unutmuşum həqiqətən xaltanı ümumiyyətlə. Yəni atı minmək üçün istifadə olunan ləvazimatlar hamısı oradadır dostlar. Böyük Aymanışdığaz yazılıb. Poniler ümumiyyətlə dostlar çox uzun ömürlü olurlar. Bəziləri 40-45 yaşına qədər yaşayırlar. Atlar isə bundan biraz daha az. Gördüyünüz kimi. Poniler həmçinin atlardan biraz daha balaca olurlar. Atlarımız oradadır. Hər birinin öz adı var dostlar. Yəni bildiklərimin adını söyleyeyim sizə. Seletta, Napolyon, Moni, Jeff, Rocky. Yəni çoxdur. Həqiqətən mən 2 ildir buradayım. Tam hamısının adını sizə saya bilmədim. Orada otlayırlar. Dostlar burada da balaca belə bir saatın yeri var. Təşəkkürlərlə bəzədilib. Və buraya gəlirik. Dostlar burada artıq yolun sonudur. Gəldiyimiz yerə geri qayıdırıq. Belə solda daha belə bir yer var dostlar. Buraya özü maraqlı belə bir güllərlə bəzədilmiş. Köhnə bir qoşqu aləti var. Dostlar burada isə hansı ki atların yarış keçirilir. Onun kiçik bir maket hazırlanmış bir uşaqlar üçün sanki kiçildilmiş bir formasıdır. Bunları istifadə edir uşaqlar. Belə də sanki həqiqi at sürürlər. Belə burada saman. Və burada içəridə isə belə bir mənzərə var. Belə bir atlar haqqında ümumi uşaqlara atlarla necə rəftar eləmək olar, ümumiyyətlə niyə atlar nal istifadə olunur atlar üçün. Olan maraqlı məlumatlar var. Belə dostlar, burada isə at yarışlarında istifadə olunan yarışlarda qalib gələnlər üçün verilən hədiyyələr və yaxud da nişanlardır. Sadəcə onun mini versiyasıdır. Uşaqlar üçün hazırlanıb. Belə dostlar, bu qədər. Növbəti videolarda görüşərik. Əgər daha çox videonun gəlməsini istəyirsiniz, izləməyi unutmayın. Görüşərik. Hələlik.